Salam şagirdlər. Bugün dünya müharibələrini, iki dünya müharibəsini həll edək. Birinci dünya müharibəsi 14-18-ci ildə baş veribdi. Bunun səbəbini soruşa bilərlər. Dünyanın bölüşdürülməsi uğrunda mübarizə. Kimlər arasında gedirdi? Antanta ölkələri bir də Güclər İttifaqı arasında gedən bir mübarizədir. Burada baxaq görək Antanta ölkələri hansılardır, Güclər İttifaqı hansıdır? Almaniya, Macaristan, İtaliya bu üçü başçılığı ilə yaradılmışdı. Güclər İttifaqı 1882-ci ildə yaradılmışdı. Sonra isə Osmanlı qoşulur 14-də. 15-də Bolqarıstan qoşulması ilə Dörtlər İttifaqı adlanır. İtaliyada yer dəyişib, keçib Antantaya. Antantada bu üçü başçılığı ilə, yəni ki, İngiltərə, Fransa, Rusiyanın başçılığı ilə yaradılmışdı. Daha sonra Yaponiya qoşulur, Rumıniya gəlir, Yunanistan, Albaniya, Portuqaliya, bir də ABŞ 17-də qoşulur. Bunlar xəritədə qoşulduğu kitabınızdakı xəritədə yazılır. İndi hər dövlətin öz məqsədi var. Almaniyanın məqsədi Antantadan olan dövlətləri zəiflətmək, müstəmləkələrini tutmaq, bir də Almaniyanın ən böyük rəqibi Britaniya sahilirdi bu dövrdə. Avstriya Macaristan Balkanlarda möhkəmlənmək istəyirdi. Sonra Böyük Britaniyanın məqsədi Almaniyanı və onun müstəmləkələrini ələ keçirmək, zəiflətmək, Osmanlı bölüşdürmək istəyirdi. Antanta planlarında bu yer tutur. Fransa Elzas Rencanı almaq istəyirdi, çünki Almaniya vermişdi, geri almağa çalışırdı. Rusiya isə Almaniyanı zəiflətmək və Balkan yarımadasında Dardanel Bosfor boğazlarını hökmranlıq etmək istəyir. Çünki bu Osmanlı ilə mübarizədə onlarda əsas rol oynayır. Yəni ki, Antantanın planlarından birisi də bu idi. Daha sonra burada ildırım sürətli müharibə vardı. Almaniyanın Schlieffen planı vardı. 1905-ci ildə hazırlanmışdı. Plana əsasən Fransanı tutmalı və Rusiyanı məğlub etməli idi. 4 cəbhə var. Qərb cəbhəsi, Şərq, Balkan və Qafqaz cəbhəsi. Burada Rusiya və Osmanlı savaşdı Qafqaz cəbhəsində. Müharibənin başlaması üçün bəhanə nə oldu? Frans Ferdinandın öldürülməsidir. Bu Avstriya Macaristan taxtının vəliəhdi idi. 14 iyunun 28-də öldürülmüşdü. Hərbi əməliyyatlara baxaq. Buradakı hərbi əməliyyatları illərə görə ayırmışıq ki, daha rahat yadda qalsın. 14-də 28 iyulda nə oldu? Müharibə başlamış oldu. Almaniyanın dəstəyi ilə Avstriya Macaristan Serbiya müharibə etdi. Sonra isə Fransa və Rusiya müharibəyə qoşuldu. Yəni ki, Almaniya Serbiyanı müdafiə edən Fransa və Rusiya müharibə etmiş oldu. Böyük Britaniyada Almaniya müharibə etdi. Belçikanın işğal etməsi ilə. Bu önəmlidir. Almaniya Belçikanı işğal etdiyi üçün müharibəyə qoşuldu. Və plana əsasən Şimali Fransaya girdilər, amma Parisi tərk etsələr də Fransanın tam işğal edə bilmirlər. Buna görə də Rusiya Şərqi Prusiya qoşun yeritdi Fransaya kömək üçün. Daha sonra Tannenberg döyüşü oldu avqust ayında və Almanlar Rusları məğlub etdilər. Marnada sahil döyüşündə isə fransız İngilis qoşunları Almanları məğlub edir və ildırım sürətli müharibə başa çıxmış oldu. İki cəbhədə müharibə aparmalı oldu. Çünki planı o idi ki, birinci Fransanı məğlub edeyim, sonra dedim Rusiyanı məğlub edeyim. Bunun qarşısını ala bilmədi. Çünki puça çıxdı həmin plan. Fransa həlledici məğlubiyyətdən xilas oldu. Bu, İkinci Dünya müharibəsinin fərqli cəhətdir bu. Sonra Osmanlıdan sığınacaq alan iki Alman gəmisi Rusiya limanlarını atəşə tutduğu üçün yenə müharibəyə qoşulmuş oldu Osmanlı və Üçlər İttifaqı tərəfdən qoşuldu müharibəyə. Yaponiyada müharibəyə Antanta tərəfdən qoşuldu. Çünki Almaniyanın uzaq şərqdəki müstəmləkələrini ələ keçirməyi planlayırdı Yaponiyada. 15-ci ildə olan əməliyyatlar 14-ün dekabrı, 15-in yanvarında Sarıqamış döyüşü olur Qafqaz cəbhəsində. Ruslar məğlub edir Osmanlı. Çanaqqala döyüşləri olur. 15-də başlayıb 16-da bitən İngilis-Fransız qoşunlarına. Bu xəritə sual kimi soruşa bilərlər. Çanaqqala döyüşündə İngilislər kimlərlə savaşırdı? İngilis-Fransız qoşunları, onun müstəmləkələri, yəni dominionları iştirak edirdi. Amma türklər burada qalib gəlirlər. Azərbaycandan könüllərində iştirakını soruşa bilərlər.
Daha sonra bu müharibədə Almaniya 2 yeni silahdan, sualtı qayıqdan, bir də zəhərli xlor qazından kimə qarşı istifadə etdiyini də bilmək lazımdır. İngiltərə və Belçikaya qarşı. İtaliya Antantaya keçdi 15-ci ildə. Bolqarıstan gəlişinin Dördslər İttifaqı bayaq dedik. Daha sonra isə Avropanın mərkəzində yerləşdiyi üçün bu ittifaqın mərkəz dövlətləri də adlandırılır. Yəni Dördslər İttifaqının digər adı mərkəz dövlətləridir. Yadda saxlayaq. 1915-ci ildə Rusiyaya qarşı əsas diqqət yönəltmişdilər. İldə əsas diqqət Rusiyanı məğlub etmək idi. Almaniyanın və müttəfiqlərinin əsas məqsədi bu idi. Daha sonra erməni soyqırım yalanı Van hadisələrindən bağlıdır. Əslində burada ermənilər Vanda qiyam qaldırırlar, yerli əhalini qırmağa başlayırlar. Amma bu terrora məruz qaldığı üçün də müsəlmanlar nə edirlər? Onları sürgün, həbs edirlər, yəni oradan uzaqlaşdırırlar. Bunları onlar da erməni soyqırım kimi qələmə verirlər. Yəhudi və Yunanlar da bu terrora məruz qalmışdılar. Bunu hal-hazırda onlar qeyd edirlər. Aprelin 24-də qeyd edirlər hal-hazırda. 1916-cı ildə Rumıniya müharibəyə qoşuldu. Antant tərəfindən qoşulmuş oldu. Amma tezliklə döyüşlərdə darmadağın edildi. Çünki harbisi çox zəif idi ordusu. Kutul-Əmarə döyüşü olmuşdu 16-cı ildə. Burada ingilislərlə savaşırdılar. Osmanlılar, Türk ordusu qalib gəldi. Verden döyüşü Verden qəssabxanası deyirdilər. 16-cı ilin fevralında baş vermişdi. Burada Fransa üzərinə keçmişdi hücum Almanlar. Həmin vaxtı çoxlu burada qüvvə itirmişdi fransızlar. Almanlar da yəni, çox irəliyə bilmədilər və nəticədə Verden qəssabxanası dediyimiz hadisə 16-cı ildə oldu. İki tərəfdə çox itki verdi. Somma döyüşündə İngilis-Fransız qüvvələri Somma çayı sahilində savaşıblar, yayda savaşıblar. Və burada ilk dəfə tanklardan istifadə edildi. İlk dəfə tank döyüşü olubdur. Cüzi məsafəyə irəliyə bildilər. Çox da qabağa gedə bilmədilər İngilis-Fransızlar. Yutlandi dəniz döyüşüdür. Dəniz döyüşü olduğunu bilək. Bu Alman və İngilis donanmaları arasında müharibə tarixində ən böyük dəniz döyüşü sayılır. Yaxşı. Və Yutland dəniz döyüşündəki heç bir tərəf açıq üstünlük əldə edə bilmirlər, qalib gələ bilmirlər. Artıq 16-cı ildən başlayaraq artıq cəbhədə sülh çağırışları yüksəlir, yəni əhali narazı qalır. Bu müharibə çox uzun çəkdi. Bu qədər uzun çəkəcəyini düşünmürdülər. 17-ci il hadisələrində ABŞ müharibəyə qoşulur. Əslində qoşulma səbəbini burada üst örtülü yazır. Antantaya çoxlu borc vermişdi. O borcların itirəcəyindən qorxurdu və ona görə də müharibəyə qoşuldu. Müharibəyə qoşulması üçün bəhanə nə oldu? Almanlar sualtı əməliyyatlara başlamışdı ABŞ gəmilərinə qarşı. Buna görə müharibəyə qoşuldu. Səbəb nəticə suallarını soruşa bilərlər. ABŞ necə müharibəyə qoşuldu deyə bilək. 17-ci ildə Almaniya müharibə elan edərək qoşuldu. Və Antantanın udma səbəblərindən birisi də ABŞ-ın müharibəyə girməsi böyük rol oynadı. 17-ci il oktyabrında İtalyan ordusu Alman və Avstriya qüvvələrini də darmadağın etmişdi. 18-ci ildə artıq müharibədən ayrılmalar başlayır. Burada ilk ayrılan Brest-Litov sülhü ilə Rusiya ayrılmış olur. Almaniyanın müttəfiqləri ilə separat sülhü imzalayır və yəni Dördslər İttifaqı ilə yaxşı müqavilə imzalayır və müharibədən çıxır. Daha sonra isə may ayında Rumıniya müharibədən ayrılır. Və nəticədə iki cəbhədə müharibə aparmaqdan xilas olan Almaniya qərb cəbhəsində qüvvələrini cəmləşdirir. Paris istiqamətinə hücum edir yayda, amma ABŞ-ın qüvvələri bunun qarşısını alır, Almanlar məğlub edilir. Və texniki və iqtisadi baxımdan baxın, bu geri qaldığı üçün Almaniya və onun tərəfdaşları məğlub olur. Onlar iqtisadiyyatını zəifləmiş, ordu təminatı pisləşmişdir. Sentyabrda indi Dördslər İttifaqından çıxan ölkələrdir. Sentyabrda Bolqarıstan, Mudrosla Osmanlı, oktyabrda, noyabrın 3-də Avstriya, Macaristan, 9-da isə Almaniya müharibədən çıxmalı oldu. Əslində burada 9 noyabrda inqilab baş verir, hakimiyyət dəyişikliyi olur, respublika yaranmış olur. 11 noyabrda Kompiyen sazişi ilə Almaniya müharibədən ayrılır və nəticədə Dördslər İttifaqının məğlubiyyəti ilə bitir müharibə. Buna Üçlər İttifaqı deyib sizi çaşdırmaq istəyərlər, ehtiyatlı olun.
Dörtlər İttifaqı məğlub olur. Başlayanda Üçlər İttifaqı idi, bitəndə Dörtlər İttifaqı ilə bitdi. Müharibənin nəticələri nə oldu? Antanta qalib gəldi, Dörtlər İttifaqı məğlub oldu. Burada imperiya quruluşları dağılan hansılardır? Almaniya, Avstriya, Macaristan, Osmanlı və Rusiyada imperiya quruluşları dağılmış oldu. Sonra isə Avropanın xəritəsində, siyasi xəritəsində dəyişiklik baş verdi. Yeni dövlətlər meydana gəlmiş oldu. Avropa üçün çox böyük, ağır nəticələr, iqtisadi, siyasi, sosial problemlərə gətirib çıxartdı və dünyada Avropanın üstünlüyünü artıq zəifləməsinə gətirdi. İqtisadiyyatı və siyasətində Avropanın üstünlüyünü dünyada zəiflətmiş oldu. Ən güclü dövlət ABŞ olaraq çıxmış oldu. Və aparıcı dövlətlərdə ona borcu var idi. Bu da onun üstünlüyünü daha da möhkəmləndirirdi. Canlı qüvvə və hərbi qüvvələrin itkisi çox oldu. Bunlar küllü miqdar xəstəlik və azlıqda tələf oldular insanlar. İqtisadiyyatlar zərbə vuruldu. Milli sərvətlərin təxminən 1/3-ni itirdilər həmin dövlətlər. Yəni burada həm qalib dövlətlərdə itkiləri var, məğlub dövlətlərin də itkiləri var. Və müstəmləkə sisteminin böhran keçirilməsindən, tamamilə ləğv edilməsi 2-ci Dünya müharibəsidir, amma 1-ci Dünya müharibəsində artıq böhran keçirməyə başladı. Separat sülh nə deməkdir? Müharibə aparan ölkələr koalisiyasında üzv dövlətdən birinin, yəni Antanta dövlətlərindən birinin, Rusiyanın müttəfiqləri xəbəri və razılığı olmadan düşmənlə bağladığı sülhdür. Separat, yəni bölücü, bölüşdürücü mənasında. Deməli, müharibədən ayrılma ardıcıllığını burada vermişik, ardıcılığı görürsünüz. Bir də əsas döyüşlər hansılardır? Bunları bayaq dediyimiz döyüşlərdir. Burada da xəritədə həmin dövrdə 1-ci Dünya müharibəsi illərində Avropadakı xəritələr belədir. Xəritə sualları üçün bizə lazım olacaq. Yəni, Böyük Britaniyanın yerini bilək, Fransanın yerini bilək, Almaniya, Avstriya, Macaristan, İtaliya bizə lazımdır, Rusiya lazım olacaq, Osmanlı bizə lazımdır, Rumıniya bax buradadır, Bulqaristan buradadır. Yaxşı, yəni adı çəkilən dövlətlərin mütləq ərazilərini biz burada bilməmiz lazımdır. Bu 1-ci Dünya müharibəsində olan əsas hadisələrdir. 2-ci Dünya müharibəsində nələr baş vermişdir? Onları birlikdə öyrətmək üçün elə bunu eləmək istəyirdim bu videonu. 2-ci Dünya müharibəsinə çataq. Bu da 2-ci Dünya müharibəsidir, uşaqlar. Yəni, müharibənin başlama səbəbləri. Səbəb, demokratik qüvvələrin totalitar rejimlərini bir-birinə qarşı qoymaq, yəni kommunistlər və faşistləri bir-birinə qarşı qoymaq cəhdləri, nüfuz dairələri, xambal mənbələri və satış bazarı uğrunda mübarizə, faşizm təhlükəsinin qiymətləndirilməməsi, SSR-nin Almaniya ilə əməkdaşlıq etməsi və bu təsir olmuşdur, dünya müharibəsinin başlamasına təsir olmuşdur. Yenə hər dövlətin öz məqsədi var. Fransa və Britaniya mövqelərini qoruyub saxlamağa çalışırdı. ABŞ bir tərəfini qoruyub saxlamaqla baş verə biləcək müharibənin nəticələrindən faydalanmaq istəyirdi. Yəni, ABŞ bir tərəf olmuşdu, nə vaxt olmuşdu? 1935-ci ildə bir tərəf elan eləmişdi özünü. Amma müharibəyə sonra girəcək. Şərqi Avropada və uzaq şərqdə öz nüfuzunu genişlənmək, yəni SSR-in məqsədi buydu. Bu, müharibədə müttəfiq olan bu üç ölkənin də məqsədi nədir? Şovinist siyasət yürütməyə başladılar və Versal Vaşinqtondan narazı qalmışdılar. Yəni, nə deyirlər? Qisas almaq istəyirlər, revanşizm. Yaponiyada narazı qalmışdı, İtaliyada vəd vermişdilər İtaliya, amma heç nə vermədilər. Almaniyada ən ağır şərtli müqaviləni bundan imzalamışlar, Versal sülhünü. Müharibənin başlaması nə ilə başladı? Sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başladı. Yaxşı mı? Bu zaman müharibəyə Böyük Britaniya, Fransa müharibə elan etsə də deyək, daha sonra uzun müddət müharibə getmir. Tank qoşunu ilə hava qüvvələri ilk dəfə burada eyni anda tətbiq edilən müharibə budur. Və hərb tarixində ildırım sürəti müharibə adı ilə daxil olmuşdu bu üsul dünyada. Və Alman ordusu qısa müddətdə Polşanı tutmuş oldu. Yəni, həm hava qüvvələrindən istifadə etdi, həm də tank qoşunu vasitəsilə. Qış müharibəsi nədir? Sovet qoşunlarının
Polşanın şərqini işğal etdilər. Birisi bunlar müqavilə imzalayır Almaniya və SSR-i. Bunlar Polşanı bölüşdürmüşlər öz aralarında. Bu da həmin planına əsasən Polşanın şərq hissəsini tutur. Şərqi Avropanı iki hissəyə bölmüşdülər. 39-da Finlandiya hücum etdi noyabr ayında Finlandiya və bu hərəkətinə görə SSR-ni Millətlər Cəmiyyətindən çıxarmışdı. Nə vaxt girmişdi? 1934-də girmişdi Millətlər Cəmiyyətinə. 1939-da çıxmalı oldu. Daha sonra isə bu müharibə nəticəsində SSR Baltik dənizindəki bəzi əraziləri işğal etsə də Finlandiyanın tuta bilmədi, öz müstəqilliyini qorumuş oldu. 40-cı ildə Estoniya, Latviya, Litvanı işğal etdi, Bessarabiyanı Rumıniyadan aldı və beləliklə SSR-i 17-ci il inqilabına qədər yəni Çar Rusiya imperiyasının qərb sərhədlərini təmin edə bildi. Buna qış müharibəsi deyirik. Yaxşı, SSR-nin Baltik dənizi sahillərində apardığı müharibələrə deyirik qış müharibəsi. Qəribə müharibə nədir? Yəni müharibə başlayıb, yəni İngilis-Fransız müharibə elan edibdir Almaniya, amma fəal hərbi əməliyyata başlamayıblar. Fəal bir hərbi əməliyyat yoxdur. 40-cı ilin martınadək. Onlar bu müdafiə strategiyasını seçmişlər və nəticədə həmin müharibəyə başlayana qədər qəribə müharibə adlanmış oldu. Və bu zaman Fransa Almaniya ilə sərhəd boyunca güclü müdafiə istehkamlarından arxayın idi. Yəni ki, bilirdi ki, yaxşı müdafiə, amma Almanlar bunu çox rahatlıqla keçdi. Yəni bu arxayinlik Almanların işğalçılığını daha da rahatlatmışdı. Yəni daha da əl qolunu daha da uzatmışdı. Dunkirk möcüzəsi nədir? İndi burada Almaniyanın 40-cı ilin yazında tutduğu əraziləri bilməliyik. Danimarka, Norveç, sonra mayda tutduğu Hollandiya, Belçika. Bunun ardıcıllığını soruşa bilərlər. Və həmin hadisədən sonra İngilis-Fransız qoşunu Dunkirkdə mühasirəyə alınır, amma bunları məğlub etmir Hitler. Nə edir? Onları ümid edir ki, Britaniya ilə sülh bağlayacaq və nəticədə onları məğlub etmir. Hərbi əməliyyatları dayandırır və onun müharibədə taleyini həll edən strateji səhv olur. Yəni ki, burada bəlkə də məğlub etsəydi, Almaniya, İngilislər bir İngilisi məğlub edə bilmir bu müharibədə, bir də Sovetlər. Qalan hər yeri demək olar ki, tutmuşdu Avropada. Ona görə də bu ən böyük strateji səhvi sayılır. Fransa təslim oldu. Birinci Dünya müharibəsindən fərqli olaraq İkinci Dünya müharibəsində təslim olur. Deməli, Qərbi Avropada gedən hərbi əməliyyatlarda İngilis-Fransız ordusunun məğlub edilməsindən sonra Almaniya Fransaya hücum etdi və Fransa 22 iyunda müqavilə imzaladı. Həmin müqavilədə Kompiyen sadəcə, yəni Kompiyen meşəsində imzalayırlar. Və böyük bir hissə Almaniyanın işğal altına düşdü və ölkənin şimalı Almaniya birləşdi. Cənubunda isə faşist hökumət quruldu. Yəni Almanlara tabe olan bir hökumət quruldu və ən böyük məğlubiyyət bu sayılır. Almaniyanın İngiltərəyə hücumu 40-cı ilin yazında Almanlar Norveçdən İspaniyaya qədər bütün Avropanı tutmuşdular və azad dünyanın son qalası adlandırılan ölkə haraydı? Böyük Britaniya idi. Yadda saxlayaq. Bu, Fransa və Avropanı faşistlər tərəfindən işğal etmiş digər ölkələrin mühacir hökumətləri burada sığınmışdı. Yəni ki, hansı ölkələri tutmuşdularsa, həmin mühacir hökumətlər köçüb bura İngiltərəyə gələn mühacir hökumətlər burada fəaliyyət göstərirdi. Həmin vaxtda həm havadan, həm də ki, dənizdən işğal etmək istəyirdi, amma bu dövrdə yaradılmış radar sistemin köməyi ilə hücumların qarşısı, əsasda hava hücumlarının qarşısı alındı və Almanların buradakı strategiyası, müqaviməti, yəni İngilislərin ciddi müqaviməti nəticəsində puça çıxmış olur. İlk strateji məğlubiyyət sayılır bu. Və nəticədə hava hücumları ilə istəyindən ayrıla bilmədi və Atlantik okeanında İngilis donanmasına qarşı mübarizə aparmalı oldu. Yəni ki, dəniz döyüşlərini davam etdirdi. Churchill İngilis hərbi pilotlarına bir, belə deyək də, məhdiyəsi var burada, tərifi var. Müharibə tarixində heç bir zaman bu qədər çox insan, bu qədər çox şey, bu qədər az insana borclu olmamışdı deyə bir ifadəsi var. Yəni ki, bu qədər insan, bu qədər az bir insana borclu qalmamışdı indiyə qədər. Daha sonra Afrikada və Balkanlarda hansı əməliyyatlar var? 40-ın sonunda Afrikada müharibə səhnəsinə çevrilir. Çünki orada artıq qoşunlar yeridirlər. İtalyanlar əsasən Misiri tutmaq istəyir, hücum edirlər Misirə.
Hitler İtaliyaya kömək etmək üçün Liviyaya qoşun yeritdi. Yəni artıq Afrikaya almanlar da keçdi 41-ci ildə. Süveyş kanalını tutmaq cəhdi nəticəsiz qalmış olur. Tuta bilmədilər. Faşistlər Balkanlarda bunun əvəzini çıxdılar və Yunanistanı hücum etdilər. Albaniya ərazisindən keçdilər, Yunanistana hücum etdilər. İngilislər Yunanlıların köməyinə gəldi. Ancaq İtalyanlar və Alman qoşunları Yugoslaviya və Yunanistanı 41-ci ilin yazında tuta bildilər, təslim oldular. İngilislərin köməyi bura nəticəsiz qaldı. Üçlər paktı nədir uşaqlar? 40-cı ildə Berlində 3 dənə dövlət, Almaniya, İtaliya və Yaponiya arasında Üçlər paktı imzalandı. Bunu mənbə sualı kimi də soruşa bilərlər, diqqətli olun. Paktda nəzərdə tutulan şeylər nə idi, məqsədlər nə idi? Yaponiya Avropada yeni nizam yaradılmasında Almaniya və İtaliyanın rəhbərliyini tanıyır, hörmətlə yanaşır. Soruşa bilərlər, nə nəzərdə tutulur? Almaniya və İtaliya Asiyada yeni nizam yaradılmasında da Yaponiyanın rəhbərliyini tanıyır. Yəni ki, bunlar Avropada bu ikisinin üstünlüyünü Yaponiya tanıyır, Şərqdə isə Yaponiyanın üstünlüyünü bu ikisi tanıyır. Bu paktı imzaladıqdan dərhal sonra qüvvəyə minir və 10 il ərzində qüvvədə qalırdı. 10 il müddəti var idi. Dövlətlərdən hər hansı biri mövcud müharibədə iştirak etməyən bir dövlət tərəfindən hücuma məruz qalardısa, digərləri ona hərbi, siyasi və iqtisadi yardım, yəni bir-birinə yardım etməyi planlayırdılar. SSR-nin irəli sürdüyü bəzi şərtlərin Almaniya tərəfindən qəbul olunmaması onun pakta qoşulmasına imkan vermədi. Yaxşı, bax, SSR-nin irəli sürdüyü bəzi şərtlərin Almaniya tərəfindən qəbul olunmaması onun bu pakta qoşulmasına imkan vermədi. Sonra Macaristan, Rumıniya və Bolqaristan da bu müqaviləyə qoşuldu. Yəni SSR qoşulmadı, amma bu dövlətlər qoşuldu. Üçlük paktına. SSR müharibəyə necə qoşuldu bəs? SSR Almaniya ilə müqavilə imzalamışdı ki, bir-birlərinə hücum etməyəcəklər. Amma Hitleri məqsəd nə idi? Kommunizmi ləğv etmək istəyirdi və buna görə də onun təbii resurslarını ələ keçirməyə, neftini, faydalı qazıntılarını ələ keçirməyə çalışırdı. Və Hitler düşünürdü ki, Sovet İttifaqının darmadağın edilməsi ilə Böyük Britaniyanın da taleyi həll olacaq. Yəni ki, onu da məğlub edəcək. İldırım sürətli müharibə strategiyasına əsaslanan Alman qoşunları qışa qədər hara çatmalı idi? Arxangels Həştərxan xəttini yarmaq istəyirdilər. Və İngiltərəni biz çökdürməmiş SSR-yə hücum etmək Hitlerin ən böyük səhvi idi. Çünki ingilislər məhv etmədən SSR ilə də başa bəla alırsan da, belə deyək. Və Barbarossa planı ilə hücuma başladılar. SSR hücum planı belə adlanırdı. Və Almanlar SSR bu müharibəyə hazır olmadığı üçün Ukrayna, Belarusiyanı tutdular, Leningradı mühasirəyə aldılar, Moskvaya qədər gəlib çıxdılar. Lakin güclü müqavimət göstərməli, təchizatın çətinləşməsi, hava şəraiti, qışın gəlməsi Sovetin əks hücumu nəticəsində Moskva ətrafında dekabrda nə oldu? Darmadağın edildi Alman qoşunları və ildırım sürətli müharibə planı puça çıxdı. Bu Marna döyüşü ilə Moskva döyüşünün ortaq cəhəti kimi götürə bilərlər. Marnada da o ildırım sürətli plan puça çıxmışdı. Burada da Moskva döyüşünə puça çıxmış oldu. Asiyada müharibə necə gedirdi? Deməli, Yaponiya, Asiyada Yaponiya var, bilirsiniz də. Yaponiya resursları çox zəifdir, təbii ehtiyatları yoxdur. O, Çinin ərazilərini 30-cu illərdə və Hind okeanının şərqindəki adaları işğal edərək buranın neft və kauçuk resurslarını ələ keçirmişdi. Fransa müstəmləkəsi olan Vyetnam, Laos, Kamboçyada möhkəmləndi. Yaponiya müharibə iqtisadiyyatı qurmaq üçün dənizlərdə hegemonluq etməli idi. Müharibə iqtisadiyyatı, yəni müharibəyə uyğunlaşmış bir iqtisadiyyat. Bu isə kimin narazı səbəb oldu? Britaniya və ABŞ ilə rəqabətə səbəb olmuşdu. Problem yaratmışdı. 41-ci ildə Yaponiya və SSR nədir? Bir-birlərinə hücum etməmək haqqında müqavilə imzaladılar. Bu, Yaponiyanın şərqdəki fəallaşmasına səbəb oldu və bir sıra əraziləri işğal etməsinə şərait yaratdı. O deyirdi, Asiyalıların da şüarı altı ilə sarı irqin ağları məğlub edəcəyi təbliğatını aparırdı. Yəni, sarı irq özləridir, Asiyalılardır. Digərləri məğlub edəcəyini inanırdılar. Müharibə iqtisadiyyatı bütün resursların müharibə tələbatına uyğunlaşdırılması deməkdir. Gəldik Atlantik xaritiyasına. Atlantik xaritiyası nədir uşaqlar? Müharibənin əvvəlində bir tərəf siyasət yürüdən ABŞ
Lend-Liz qanunu verdi. Lend-Liz qanunu nə idi? Öz ABŞ-ın təhlükəsi üçün vacib hesab edilən dövlətlərə yardım etmək. Yəni təhlükəsi, mənə təhlükəsi yoxdur, müttəfiqim də onlara kömək edeyim. Bu qanun əvvəlcə Britaniya, sonra isə SSR-yə şamil edildi. Həmin vaxtı Churchill ilə Franklin Rooseveltin iştirakı ilə Atlantik okeanındakı gəmidə görüş keçirdilər və buna görə də Atlantik xaritəsi buna deyirlər. Və bu görüşün nəticəsi nə idi? Faşist blokuna qarşı müharibənin məqsədini və gələcək sülh prinsiplərini müəyyən etməkdir. Atlantik xaritəsini imzaladılar. Hansı prinsipləri vardı? Hər iki dövlətin başqa əraziləri işğal etmək niyyətinin olmaması, xalqların öz müqəddəratını təyin etmək hüququnun olması, təzahürçülərin tək silah edilməsi, silahı tərk etdirmək, bütün dövlətlərin hərbi qüvvə istifadə etməkdən imtina etməsi, yəni ki, savaşlara son qoymaq. Məqsəd buydu. ABŞ və Böyük Britaniyanın SSR-ə yardım edə bilməsi üçün ən real marşrut İran ərazisidir. Baxın, SSR hücuma məruz qalıb, bu ikisi kömək etməli idi. Digər yollar Murmanskdır, Vladivostokdur, Qaradənizdir. Bunlar mümkün deyildi buradan kömək etsin. Əlverişli deyildi bu iki limanlar. Bu da Türkiyə boğazları bağlamışdı bir tərəf olduğu üçün. Buna görə də Ege adaları Alman işğal altında olduğuna görə də həmçinin müttəfiqlərin də burada keçməsi mümkün deyildi. Bir dənə yol vardı İran. Buna yol vermək istəmirdi. Amma Britaniya və SSR nədir? İranda hakimiyyəti dəyişdilər. Və nüfuz bölgələri, İranın nüfuz bölgələrinə ayrılmış oldu. Şimalını Sovet, cənubunu isə İngilislər tutmuş oldu. Sonra isə ABŞ-ın müharibəyə qoşulması səbəb nədir? Almanların Pearl Harbor limanını, hərbi bazasını orada darmadağın etdi və nəticədə İkinci Dünya müharibəsinə qoşuldu ABŞ. Hərbi əməliyyatlar şərqdə və sakit okeana yayılmış oldu. Artıq Yaponiya ABŞ-ın müqavimətinə rast gəlir. Anti-Hitler koalisiyası nədir uşaqlar? Burada ABŞ, SSR və Böyük Britaniya olmaqla Atlantik xaritəsi əsasında 42-ci ildə Birləşmiş Millətlər bəyannaməsini imzaladılar. Bunlar faşist blokuna qarşı əməkdaşlıq edəcəyini bildirdilər və müharibədən sonra qurulacaq BMT-nin ilk addımı atılmış oldu. Bu da Anti-Hitler koalisiyası müharibənin gedişatına böyük təsir göstərdi. Müharibənin əsaslı dönüşü 42-ci ildə faşist blokunun üstünlüyün zirvəsidir. Yəni, ən yaxşı dövrü faşistlərin üstünlüyün 42-ci ildədir. Volqa çayına çatdılar, Stalingrad mühasirə alırlar. Qafqazı və Bakı neftini ələ keçirmək üçün hücuma başladılar. Bakı nefti önəmlidir. İkinci Dünya müharibəsində birdə də önəmli idi. Şimali Qafqazın bir hissəsini işğal edildi, amma Bakıya yaxınlaşmasına imkan vermədi Sovet qoşunları. 42-ci ilin yayından başlayaraq artıq hücumların cəhdlərinin qarşısı alındı. Yayından başlayaraq. Mərcan adaları döyüş bu Yaponiyanın Avstriyanı işğal etməsinin qarşısını aldı. Yaponiyanın Avstriyanı işğal etməsinin qarşısını aldı. Yaponlar yəni uduzmuş oldu bu döyüşdə. Midway döyüşü yenə Yaponlar məğlub edilir. Sakit okeanda əməliyyatlara başlaya bilmədi. Artıq bu Yaponlar istəyirdi ki, Sakit okeanda hücum əməliyyatlarına başlasın, amma alınmadı. Əl-Alamein döyüşündə Şimali Afrikadakı İngilis ordusu Alman-İtalyan qoşunlarını darmadağın etdi. Və Şimali Afrikada mühasirə alınan Alman-İtalyan qoşunu 43-də təslim oldu. Stalingrad döyüşü Almaniyanın SSR cəbhəsində baş vermiş əsaslı dönüş budur. Almanlar məğlub oldu. Noyabrda başlamışdı müharibə 42-nin. Yanvar-fevrala qədər davam etdi 43-də. Əsaslı dönüş başladı burada. Sovet-Alman cəbhəsində amma diqqət olun. Kursk döyüşü isə burada əsaslı dönüş başa çatır. Sovet-Alman cəbhəsində başlaması budur. Bitməsi Kursk döyüşüdür. Burada Sovet ordusu qalib gəlir və ən böyük tank döyüşü budur. İlk tank döyüşü son mayda, ən böyük tank döyüşü isə Kursk döyüşü olur. İtaliya necə təslim oldu? Atlantik okeanda gedən döyüşlərdə də üstünlük müttəfiqlərinə keçir. Burada faşist blokunun böhranına səbəb oldu və
Siciliya qoşun çıxartma nəticəsində İtaliya təslim oldu, Mussolini devrildi. Siciliya qoşun çıxarmanın nəticəsi. Hadisə nəticə suallarında soruşa bilərlər. 3 dənə konfrans olub. Bunlardan birisi Tehran konfransıdır. Tehran konfransında əsaslı dönüş başa çatdıqdan sonra 3 böyük dövlətin başçısı görüşür. Stalin, Roosevelt və Churchill görüşür. İranın paytaxtı Tehranda görüşürlər. Bu Tehran konfransında əsas məsələ bir dənə məsələ var. İkinci cəbhə. Bir dənə hadisə var. İkinci cəbhənin açılması qərar alınır. Harda açılır? Şimali Fransada açılmış olur. Normandiyadan qoşun çıxardırlar və ikinci cəbhə açıldı. Bu Almaniyanın iki cəbhədə yenə savaşmasına gətirib çıxarır. Fransa ərazisini azad olunmuş olur. Nəticədə Fransa azad edilir. Bu dövrdə öz ərazisini düşməndən azad edən Sovet ordusu Şərqi Avropa ölkələrinə daxil olmuş olur. ABŞ qoşunları Yapon işğalı altında bir sıra əraziləri azad edərək dəniz yollarını nəzarət ələ keçirir. Yəni üstünlük artıq keçir. Bu Antanta tərəfə, bu Almaniyanın əksində savaşanlar tərəfə keçir. Qərbdə və şərqdən hücumlar üçün müttəfiq qoşunları 45-də Almaniyaya daxil oldular fevralda. Gəldik Krım konfransına. Krım konfransı da Yaltada 45-in fevralında keçirildi. Baxın, Almaniya girən zaman Krım konfransı keçirilmiş olur. Bu zaman yenə həmin başçılar görüşür. Nə qərar alırlar? Müttəfiqlərin hücum əməliyyatlarında əlaqələndirmə qərarı alınır. Yəni ki, bir-birlərinə əlaqəli hücum edəcəklər. Almaniyanın danışığı təslim olundan sonra ona qarşı hansı siyasət yeridəcəklərini onu müəyyənləşdirdilər. SSR qərb sərhədləri tanındı. Hansında tanındı? Yaltada tanınmış oldu. Bunu soruşurlar. Almaniya məğlub edildikdən sonra isə Yaponiya müharibəyə başlamalı idi. Cənubi Saxalin, Kuril adaları, Manchuriyanın dəmir yolu və Port Arthur SSR verilməli idi. Azad olunmuş Avropa haqqında bəyannamə xalqlara arzularına uyğun demokratik təəssürat qurmağa təminat verilirdi. Azad olunmuş Avropa haqqında bəyannamə burada qəbul edilir. Gələcəkdə BMT-nin iş qaydaları da yaradılacaq. BMT-nin iş qaydaları burada müəyyən edildi. BMT nədir? Beynəlxalq sülhün və təhlükəsizliyin qoruyub saxlanması, millətlər arasında dostluğun inkişafı, sosial tərəqqiyə yardım, insanlar həyatı və hüquqlarının müdafiə səviyyəsinin yüksəlməsi məqsədilə yaradılmış ən böyük qurumdur. Almaniyanın təslim olunması 45-ci ildə Berlin əməliyyatı başlayır apreldə və mayın 8-9-da təslim olur. Avropada müharibə başa çatır. Avropada. Potsdam konfransı, bu da 3-cü konfransdır. Burada artıq Almaniya təslim olandan sonraki konfransdır. Bu müharibədən sonraki taleyinə həsr edilmiş bir konfransdır. Yaxşı mı? Dünyanın sonraki hadisələr necə olacaq? Bunun üçün də Berlin daxil olmaqla Almaniya 4 işğal zonasına bölündü. SSR, ABŞ, İngiltərə, Fransa. Mühakimə etmək üçün beynəlxalq tribunlar yaradıldı. Müharibə canilərini mühakimə etmək üçün. Sonra isə Almaniya dövlət sərhədləri müəyyən olundu və o ərazisi 4-də birini itirdi. Almaniya sərhədləri müəyyən edilmiş oldu. Ərazinin 4-də birini itirir. Ancaq təzminat həcmi müəyyən edildi. Nə qədər alınacaqsa onu təyin etdilər. SSR-yə yarısını verməli idilər. Yaponiyanın təslim olunması tək qalmışdı Yaponiya və ABŞ Sakit Okean bölgələrinin Yapon işğalının azad olunması yolunda çətinliklə irəliləyirdi. Əsas problem güclü müqavimət göstərməsidir Yaponların. Yaponlar ya əsir düşməkdənsə intihar, bomba yüklənmiş təyyarələr Amerika gəmilərinə çırpırdılar. Yəni kamikadze edirdilər. Yaponiya təslim olmaq istəmirdi. Və ABŞ da güc nümayiş etmək üçün, gücünü dünyaya nümayiş etmək üçün atom bombası atdı 2 dənə. Minlərlə insan yenə də həlak oldu. Bu ən böyük cinayətlərdən birisi sayılır tarixdə. 8-də SSR Yaponiya müharibə etdi. Bu həmin konfransda, Krım konfransında verdiyi vədi yerinə yetirdi avqustun 8-də və sentyabrında Yaponiya təslim oldu və 2-ci Dünya müharibəsi bitmiş oldu. Müharibənin gedişatında deportasiya var. Bunu soruşa bilərlər ki, SSR-nin Dünya müharibəsi tarixinə aiddir və ya ABŞ-ın Dünya müharibəsi tarixinə aiddir. Burada 42-də Yaponları ABŞ-dan sürgün edirlər Roosevelt tərəfindən. 43-də Qaraçay türklərindən, 44-də isə Çeçen, İnquş, Kalmık, Tatar, Axsıqa türkləri hamısını faşist əməkdaşlıqla ittiham edərək sürgün edirlər. Mərkəzi Asiya, Qazaxıstan və Sibirə sürgün edirlər.
Müharibə dövründə elm sahəsində səfərbərlik olmuşdu, yeniliklər baş vermişdi, radar sistemi ortaya çıxmışdı. Sonra Almaniya bu sahədə geri qalmırdı, amma bir dənə problem vardı, gec başlamışdı. Yəni gec başladı bu istehsal prosesinə, ona görə də artıq müharibənin taleyini dəyişə bilmədi. Həmçinin burada okeanlarda təyyarə daşıyan gəmilər çıxmışdı ortaya. Hava və dəniz donanmasında birgə istifadə etməsi bu döyüş gəmilərinin çox böyük təsir etmişdi müharibənin gedişatına. Hava hücumları düşmənin iqtisadi resurslarını məhv etmək məqsədi daşıyırdı. Yəni hava hücumu sırf ordunu yox, iqtisadi resursları məhv etməyə məqsəd qoymuşdu. Sonra yeni tank vuran raketlər yaradıldı ABŞ-da. Kompüterlər istifadəyə başlanmış oldu. Avropalı alimlərin nəticəsində Avropalı alimlər qaçdı ölkədən qaçdığı üçün atom bombasını hazırlamışdılar. Özlərinə bomba hazırlamışdılar. Müharibə dövründə iqtisadi səfərbərlik, müharibə iqtisadını quran ilk dövlət İngiltərə oldu, ilk dövlət. Silah zavodlarında işləməyə böyük qismi qadınlardan ibarət əlavə işçilər qəbul edilmiş oldu. SSR-in hərbi sənayesi əsasən Ural və Sibirə köçürülmüş oldu. Sonra xalq səfərbər oldu, məhbuslar və ön cəbhəyə göndərildi. Yəni ABŞ-da hərbi sursat silah istehsalı dəfələrlə artırılmış oldu. Bu Lentsiz qanunu 41-də verilən qanundur. Bu səfərbərlik bütün müharibəyə yönlənmişdi hər bir sahə. Yekunlar nə oldu? 70 milyon insan həlak oldu. Ən qanlı hadisə salınmışdı. Yəni bəşər tarixində ən qanlı hadisə bu müharibə idi. 60-dan çox dövlət iştirak edirdi bu müharibədə. Faşist blokun məğlubiyyəti ilə bitmiş oldu. 4 trilyon dollara satan müharibə xərcləri ölkənin iqtisadiyyatına zərbə vurdu. Sonra Qərbi Avropanın dünya siyasətində rolu zəiflədi. ABŞ və SSR əsas gücləri oldu dünyada, əsas gücə çevrildi. ABŞ daha üstün idi, bu iqtisadi və hərbi siyasətin daha üstün idi. Artıq Asiyada və Afrikada müstəmləkələr əleyhinə hərəkatlar gücləndi. Şərqi Avropada nə oldu? Sosialist rejimlər qurulmuş oldu. Və Avropa iki düşərgəyə, kapitalist qərbinə və sosialist şərqinə bölünmüş oldu. Çünki SSR-in təsirinə məruz qaldı Şərqi Avropa. Sonra isə ideoloji mübarizələr onlar arasında münasibətləri kəsinləşdirdi. Soyuq müharibəyə gedirdi, yavaş-yavaş soyuq müharibə başlayacaq. İkinci Dünya müharibəsinin əsas nəticələrindən biri də BMT-nin yaradılması oldu. Bunu yaradan ölkələr hansılardır? Fransa, Çin, Böyük Britaniya, SSR, ABŞ BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri oldular. Müharibənin qalibi olan böyük dövlətlərdir bunlar. İkinci Dünya müharibəsinin dəhşətləri dünya sülhünün qorunmasının vacibini bir daha təsdiq etdi. Yəni ki, bu qədər üçüncü bir belə bir müharibə olsa, dünyanın taleyinə çox böyük ziyan dəyər. Bu bizim dünya müharibəsinin yekunları. İkinci Dünya müharibəsi də belə.